Salamlar, hər birinizə xoş gördük. Deməli, artıq ikinci videodur ki, biz ibtidai sinif riyaziyyat ixtisası üzrə miqə və sertifikasiya imtahanlarına hazırlaşan şagirdlər üçün, riyaziyyat müəllimlər üçün üzr istəyirəm. O qədər kanalımda şagirdlər üçün videolar çəkmişəm ki, belə biraz qarışıqlar ola bilir. Hər birinizə uğurlar arzulayıram. Başlayaq dərsə çox uzatmadan. MHM-in 2025-ci il 7-ci nəşr yeni kitabından riyaziyyat məsələləri, ibtidai sinif riyaziyyat ixtisası üzrə tapşırıqlara baxırıq. Deməli, mən kanalımda ilk 25 sualın izahını vermişdim. O qədər yavaş-yavaş danışırdım ki, ona görə bu məni çox yormuşdu və videonu yarımçıq dayandırmalı olmuşdum. İndi 26-dan davam edir. Çalışacağam mövzunu bitirim. Amma bitirə bilməsəm də siz üzürlü sayarsınız. Çünki çox özümüzü yormamalıyıq ki, bu videoların izahı da kanalda davamlı olsun. Deməli, 26-cı suala baxırıq. Belə bir ədəd verilib. Ədədində minliklər sinifinin rəqəmləri cəmi, milyonluqlar sinifinin rəqəmləri hasilində neçə vahid kiçikdir deyil bizə. Gəlin birinci ədədi köçürdək. Deməli, yazırıq 7, 3, 4, 947, 947, 92, 03. Deməli, sondan başlayaraq, son 3 rəqəm təkliklər sinifidir. Sonra minliklər sinifidir. Bura minliklər sinifidir. Minliklər sinifi. Bu 3 rəqəm də milyonluqlar sinifidir. MLN. Milyonluqlar sinifidir. Bizə deyir ki, minliklər sinifinin rəqəmləri cəmi, minliklər sinifinin rəqəmlərin cəmləri 7 üstə gələk 4 üstə gələk 7 üstə gələk 9 bərabər olur 20-yə. Sonra deyir ki, milyonluqlar sinifini də deyir, milyonluqlar sinifinin də rəqəmləri hasili, milyonluqlar sinifi də budur. Bunların rəqəmləri hasilidir. 3 vur 4 vur 9. Bunun da hasili bərabər olur 108-ə. 108-ə. Deyir ki, həmən deyir bu cəm bu hasildən neçə vahid kiçikdir? Neçə vahid kiçik deyəndə nə edirik? Bölürük. Dəfə kiçik, dəfə böyük deyəndə bölürük, üzr istəyirəm. Vahid kiçik, vahid böyük deyəndə nə edirik? Çıxırıq. 108-dən də 20 çıxırıq. Bərabər olur 88-ə. Doğru cavab olur C variantı. 27-ci suala baxırıq. Çalışacağım. Silə oxuyum 27-ci sualı. Eləyə bilmədim. Deməli, 27-ci sual deyir ki, 2 rəqəmli ədədin üzərinə A ədədi gəldilər. Tutaq ki, mənim bir dənə 2 rəqəmli ədədim var, AB ədədi. Bunun üzərinə deyir A ədədin gəliblər. Deməli, indi nə ediblər? İndi deməli deyir ki, üzərinə deyir A ədədi gəlirlər və deyir və 2 rəqəmli ədədin onluqlar mərtəbəsində duran rəqəm 3 vahid artdı. Onluqlar mərtəbəsində duran ədəd 3 vahid artdı. Təkliklər mərtəbəsində duran ədəd 7 vahid azaldı. Nə gözəl. Deməli, 3 vahid artdı. 7 vahid azaldı. Ümumən ədəd neyniyib? Deməli, bunun üstünə A-nı gəliblər. Ümumən ədəd, onluqlar mərtəbəsində duran ədəd 3 vahid artıb, onluqlar mərtəbəsi. Yəni, 3 dənə onluq bunu artırıblar. Olur 30, 30 artıb əslində. 3 dənə onluq artıb. Təkliklər mərtəbəsində duran ədəd 7 vahid azalıb. Təkliyi də 7 azalıb. Deməli, 7 də çıxıblar. Neynənib? Ədəd üstünə A ədədi gələndən sonra nə baş verib? Onluqlar mərtəbəsində duran ədəd 3 vahid artıb, yəni 30 artıb. Təkliklər mərtəbəsindəki 7 azalıb. Belə bir şey olub. Yəni, bu proses eyni şeydir. 3 vahid onluq artıb, təklik 7 vahid azalıbsa, bu deməkdir ki, 30 gəlib 7 çıxır. 30 gəlib 7 çıxanda nə eləyir? Eləyir 23. Deməli, ədəd 23 qədər dəyişib. Yəni, elə bunun üstünə gəlinən A ədədi nəyə bərabər olur? 23-ə bərabər olur. Doğru cavab olur C variantı. Yəni, əslində A nə imiş? 23 imiş. Ədədində neçə minlik var deyir bizə. Bu ədədlərdə, belə ədədlərdə minliyi tapanda 6, 5, 0, deməli 4, 8, 62. Bizdə minlik deyirsə, 1000 ədədində neçə dənə 0 var? Bəli, 3 dənə 0 var. Son 3 rəqəmi silirik və arxasıca da deyirik ki, deməli 6504 dənə minlik var. Doğru cavab olur C variantı.
Ədədində hansı rəqəminin mərtəbə qiyməti? Bu arada bayaq şeyi göstərəcəydim. Sizə bu 26-cı suala aid burada bir şəkil tapmışam. Bu şəkildə baxın mərtəbələr yazıb. Təkliklər mərtəbəsi, minliklər mərtəbəsi, milyonluqlar, milyardlıqlar. Yəni MİQ-ə hazırlaşan müəllimlər varsa, sertifikasiyaya hazırlaşan müəllimlər, xüsusən MİQ-ə hazırlaşan müəllimlər PDF versiyada tapa bilərsiniz. Məktəb dərsliklərinin dərs vəsaitlərini tapıb oradan da baxa bilərsiniz xüsusi xassələrə. Yəni ora ilə əlaqəli də zaten əlavə bir şey olmur orada. Biraz qəlizləşdirilmiş şəkildə olur tapşırıqlar. 29-cu suala deyir ki, 34679, 34679 ədədində hansı rəqəmin mərtəbə qiyməti daha böyükdür? Bizdə məsələn hansı desəydik ki, mərtəbədə desəydi hansı rəqəm böyükdür, bu isə burada 9 götürəcəkdi. Amma deyir ki, buradakı rəqəmlərdən hansının mərtəbə qiyməti böyükdür? Yəni mərtəbəsinin adı böyükdür. Hansı mərtəbəsinin adı böyükdür, qiyməti böyükdür? Hansı mərtəbədə təklik olunmuş 100 minlik, 10 minlik, 10 minliklər mərtəbəsinin 3 ədədinin, yəni bu ədədin 10 minliklər mərtəbəsi ən böyükdür. Yəni bu ən böyük mərtəbədə yerləşir. Ona görə cavab olur A variantı. Baxırıq, burada neçə təklik var deyir bizə. Yazırıq ədədi 38, 0, 4, 72. Bizə deyir ki, neçə təklik var? Təklik nədir? Yəni 1. Düzdür. 10 deyil, 100 deyil, 1000 deyil, milyon deyil, 1-dir də. Təkliklər mərtəbəsini ifadə edən 1. Təkliyi ifadə edən 1-dir. Bunun yanında məsələn 10 desəydi bir dənə ədəd siləcəkdi. Çünki 1 0 var. Bayaqdan nümunələr yazmış ona aid. Amma 1 dediyinə görə 1-in 0-ı yoxdur. Heç nə də silmirik. Elə neçə dənə təklik var? Bu çox sadə sualdır. 380.472 dənə təklik var. E variantı. Ədədində minliklər sinfinin rəqəmləri cəmi milyardlıqlar sinfinin eyni sualdır bu. 974. Burada yazmışdıq. Yox, indi. Yazırıq. 974 983 49 413. Bizə deyir ki, minliklər sinfinin rəqəmləri cəmi. Minliklər sinfi haradır? Son 3 yox. Bu 3-dür. Bu minliklər sinfidir. Milyardlıqlar sinfi də budur. Elə bir ki, belə gedirik də. Təkliklər sinfi, minliklər sinfi. Səhv yazdım. Səhv işarətlədim. Ortada 2 rəqəm qaldı. Gəl belə ayıraq, salamat. Deməli, təkliklər sinfi, təkliklər sinfi, minliklər sinfi, milyonluqlar sinfi, bura olacaq milyardlıqlar sinfi. Milyardlıqlar sinfi də buradır. İndi bizə deyir ki, minliklər sinfinin rəqəmləri cəmi 3, üstəgələk 4, üstəgələk 9 bərabər olur 16. Milyardlıqlar sinfinin rəqəmlərinin hasili 9 vurulsun 7 bərabərdir 63. Hasilinin deyir, həmən deyir bu cəmlə bu hasilin cəmi, ümumi cəmi soruşur bizdən. 63 üstəgələk 16 bərabər olur 79-a, doğru cavab olur D variantı. Baxırıq 32-ci suala, təmizləyim gəlirəm. Baxırıq 32-ci suala. 32-ci sualda deyir ki, ədədində 4 rəqəminin mərtəbə vahidi, minliklər mərtəbəsinin mərtəbə vahidlərinin sayı, 9 rəqəminin mərtəbə qiyməti və bu ədəddə olan milyonluqların sayları cəm. Demək, bunun hamısını araşdıraq. 4 rəqəminin mərtəbə vahidi deyəndə biz baxırıq ki, hansı mərtəbədə yerləşir? Təklik, onluq, yüzlük. Yüzlüklər mərtəbəsinə yerləşirsə, deməli 4 rəqəminin mərtəbə vahidi 100-dür. Minliklər mərtəbəsinin, yəni mərtəbə vahidi birlərdən və sıfırlardan ibarət olur. Minliklər mərtəbəsinin mərtəbə vahidlərinin, vahidi demir, vahidlərinin sayını soruşur. Deməli, baxırıq burada, mərtəbə vahidlərinin sayı deyir. Mərtəbə vahidlərinin sayı. Deməli, təklik, onluq, yüzlük, minlik. Deməli, minliklər mərtəbəsinin mərtəbə vahidlərinin sayı sıfırdır. Sonra keçirik. 9 rəqəminin mərtəbə qiyməti. 9 rəqəmin mərtəbə qiyməti təklik onluq. 9 dənə onluq var. 9 rəqəmin mərtəbə qiyməti 90-dır. Bu ədəddə olan milyonluqların sayları cəmi. Deməli, təkliklər, minliklər, o zaman milyonluqlar nə qədərdir? 870 dənədir. Bunların deyir cəmindir tapmaq lazımdır. Toplayıram. Deməli, 0, 6 olur 1060. Cavab da olur A variantı.
Deməli, baxırıq 33-cü suala. Mən rəqəmi yazmışam. Yazaq. 0 rəqəminin mərtəbə qiyməti deyir bizə. 0 rəqəminin mərtəbə qiyməti deyəndə biz baxırıq 0 rəqəmi hansı mərtəbədə yerləşir? Təklik, onluq, yüzlük. 0 dənə yüzlük var. Yəni bunun mərtəbə qiyməti 0-dır. Məsələn 5 dənə yüzlük olsaydı 500 yazardıq. 9 rəqəminin mərtəbə vahidi. Mərtəbə vahidi demişdik ki, ancaq bir sıfırlardan ibarətdir. Sayırıq. Təklik, onluq, yüzlük, minlik. Deməli 9 minliklər mərtəbəsində yerləşir deyə yazırıq 1000. Onluqlar mərtəbəsinin mərtəbə vahidlərinin sayı. Onluqlar mərtəbəsi haradır? Buradır. Və onluqlar mərtəbəsinin mərtəbə vahidi neçə dənədir? 8 dənədir. Mərtəbə vahidinin sayı 8-dir. Və 100 minliklərin sayı 100 min ədədində 100 min. 100 min ədədində 5 dənə rəqəm var deyə, 5 dənə 0 var deyə, biz bu ədəddə yaşılla yazdığım soldakı ədəddə 100 minliklərin sayını tapmaq istəyiriksə 5 dənə 0, 5 rəqəm silməliyik. 1, 2, 3, 4, 5 dənə. Deməli burada nə var? 45 dənə 100 minliklər var. Həmin deyir sayları deyir cəmini, cəmləyirəm. Olur 3, 50, 0, 1000. Olur 1053. Həmin deyir ədədin rəqəmləri cəmini. 1 üstəgələ 0 üstəgələ 5 üstəgələ 3 bərabər olur 9-a. D variantı olur 9. 6 rəqəminin mərtəbə qiymətlərinin cəmini bizdən soruşur. Mərtəbə qiymətlərini tapanda sadəcə bizə 6-lar lazımdır. Ona görə nə edirik? Kənar hissələri 0 eləyəcəyik. Məsələn, indi baxın 6, 0, 5, 4, 6, 1, 6. Kənar hissələri eləyək 0. Bura 0. Orası 0. O da 0. Bu da 0 hələ. Deməli, axırda 606, başlıqda 6606 olur A variantı. Rəqəmləri müxtəlif olan ən böyük ədədin ədəd budur. Müxtəlif olan ən böyük ədədin yüzlük mərtəbəsinin vahidlərinin sayı neçədir? Rəqəmləri müxtəlif olan ən böyük ədəd. Neçə rəqəmlərdədir? Rəqəmlərin müxtəlif olan ən böyük ədəd budur da düzdür. 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Rəqəmlərin müxtəlif olan ən böyük ədəd budur. Həmin ədədin deyir yüzlüklər mərtəbəsi təklik, onluq, yüzlük. Yüzlüklər mərtəbəsinin mərtəbə vahidlərinin sayını soruşur. A variantı 2 dənə. Baxırıq bura. Mən rəqəmi köçürdüm, gəlirəm. Deməli, baxırıq 0 rəqəminin mərtəbə vahidinə. 0 rəqəminin mərtəbə vahidi deyəndə biz baxırdıq ki, burada neçə dənə, deməli, budur da düzdür. 0 dənə 100-dür. Məsələn, onluqdur da bu. 0-dan onluq. 5 rəqəmin mərtəbə vahidi desəydi 5 dənə onluq. Mərtəbə vahidi ancaq sıfırlardan ibarət, bir sıfırlardan ibarət idi. Bu mən qarışdırdım şeylə, mərtəbə qiyməti ilə. Mərtəbə vahidi demişdik, ancaq bir sıfırlardan ibarətdir və bu ədəd də 0 onluqdur deyə yazıram 10. Sonra keçirəm. Qarışdırdım az qalsın. 6 rəqəminin mərtəbə qiyməti. Baxırıq ki, 6 harda yerləşir? Təklik, onluq, yüzlük, minlik. 6 dənə minlik var, yazıram 6000. Sonra deyir, yüzlüklər mərtəbəsinin mərtəbə vahidlərinin sayı, yüzlüklər mərtəbəsi, təklik, onluq, yüzlük. Yüzlüklər mərtəbəsinin mərtəbə vahidlərinin sayı 3-dür. Və ədəddə olan milyonluqların sayı. Milyonda neçə dənə 0 var? 6 dənə 0 var. Deməli, mən bu ədəddə milyonların sayını tapmaq istəyirəmsə 6 dənə rəqəm silməliyəm. Və bu da eləyir 548 dənə milyon var. İndi deyir, bunları deyir birinci cəmləyər, sonra deyir rəqəmlərini cəmləyərsən. Toplayıram 1, 1 yadda, 1, 0, 4 toplayıram, 5, 1 də yadda, 6, 5, 6. Deməli, cəmi bu eləyir. Bəs rəqəmləri cəmi nə eləyir? 6, üstəgələ 5, üstəgələ 6, üstəgələ 1 bərabər olur. 18 doğru cavab olur. C variantı. Ədədində yüzlüklər mərtəbəsinin neçə vahidi var? Yəni yüzlüklər mərtəbəsinin sualı Fourier soruşur da. Elə bil ki, bu ədəddə 9, 8, 3, 5, 6 yüzlüklər mərtəbəsinin vahidlərin sayını soruşur. Təklik, onluq, yüzlük. Neçə dənə yüzlük var? 3 dənə yüzlük var. Ədədində 10 milyonluqlar mərtəbəsində duran rəqəmin yarısının 5 mislini tap. 10 milyonluqlar mərtəbəsində duran təklik, onluq,
Karandaşım yox imiş. Deməli, təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik, milyon. 10 milyon. 10 milyonluqlar mərtəbəsində 6 dayanır. Onun deyir yarısının 5 misli. Nəyə bərabər olur? 15'e bərabər olur. E var. 6'nı 2'ye bölürük. 3'e vururuq. Yarısı 2'ye bölünməsi də 3. 5'e də vururuq. Eləyir 15. Ədədində minliklərin sayı ilə yüzlüklər mərtəbəsində duran rəqəmin mərtəbə qiyməti arasındakı neçə vahid fərq var? Yazım rəqəmi. Minliklərin sayı. Minliklərin sayı deyəndə 1000 ədədində neçədən 0 var? 3 dənə 0 var. Ona görə 3 dənə rəqəm silirik. Deməli 478 dənə minlik var. Bundan əlavə olaraq 478 dənə minlik var. Bundan əlavə olaraq yüzlük mərtəbəsində duran rəqəmin mərtəbə qiyməti arasındakı bizdə yüzlük mərtəbəsində duran nədir? Təklik, onluq, yüzlük. Bu rəqəmin mərtəbə qiyməti. Mərtəbə qiyməti dedik ki, tapırdıq. Görə neçədə nədir? Təklik, onluq, yüzlük. 5 dənə yüzlük var. Bu da eləyir 500. Həmin fərqi bizdən soruşur. O da olur. Deməli, yüzlüklər mərtəbəsində duran rəqəm 5-dir. Həmin rəqəm mərtəbə qiymətindən soruşur. 500. Neçə vahid fərq var? Təbii ki, balacadan böyük çıxmırıq. 500-dən 478 çıxırıq. O da bərabər olur 22. Doğru cavab olur A variantı. Baxırıq 40-a. Deməli, ədədində onluqların sayı təkliklərin sayından vahid kiçik, yüzlüklərin sayından 5 vahid çox olarsa. Deməli, ədəd budur. 664. Onluqların sayı deyəndə axırdan 10'da bir dənə 0 var deyə, axırdan bir dənə rəqəm çıxırıq. Deməli, 6, 4, 3, A dənə onluq var. Təkliklərin sayından təkliklər də 6, 4, 3, A, B dənədir. Bunların fərqi bizə verir bunu. 5, 7, 9, 2, 3'ü verir. Sonra əlavə olaraq deyir ki, həmən deyir onluqların sayı, yəni bu 6, 4, 3, A, bu dəfə deyir yüzlüklərin sayından bu qədər vahid çoxdur. Yüzlüklərin sayı da axırdan 2 dənə rəqəm silirik. 643, çox deyəndə çıxırıq da böyükdən balacanı, kiçik deyəndə də çıxırıq, yenə böyükdən balacanı. Bu da deyir bərabərdir 5792. Mən burada ikinci tənlikdə tapa bilərəm. Nəyi tapa bilərəm? Nə edə bilərəm? Bir dəqiqə deyəcəm. Nə edə bilərəm? Deməli 5792 ilə çıxılanla fərqi toplayıram. Tapacam azalanı. Bu azalanı. Tapacam bu azalanı. 6, 4, 3 alanı. Toplayanda eləyir 5, 3, 4, 6. 6, 4, 3, A5 elədiyinə görə, bax, indi bura. Deməli, 6, 4, 3, A5 elədiyinə görə, deməli, A nəyə bərabərdir? A ədədi bərabərdir 5-ə. Nə gözəl, A-nı tapdıq. A 5-dir, yazıram burada. Sonra qalxıram yuxarı. Yuxarısını təmizləyim, davam edirəm yuxarıda. A bizdə 5 olduğuna görə baxıram ki, dəyişiklik eləsəm, yəni burada və burada A-nın yerinə 5 yazsam. 6, 4, 3, 5, B-dən çıxsam 6, 4, 3, 5-i alınacaq aşağıdakı 57, 923. Yenə məhsul azalanı tapmaq üçün çıxılanla fərqi toplayıram. Yəni 57, 923 ilə deməli 64, 35'i toplayıram. Eləyir 8, 5, 3, 4, 6. İndi ədədə baxın, ədədə. Deməli 6, 4, 3, 5, B. Burada da 6, 4, 3, 5, 8. Bizdə B ilə 8 bir-birinə uyğun gəlir. Deməli B də nəyə bərabərdir? B də 8-ə bərabərdir. 5 ilə 8-in cəmi də verir A variantı. 13. Təmizləyim, gələcəm.
Baxırıq. Baxırıq 41-ci suala. Deyir ki, onluqların sayı yeni bir dənə rəqəm çıxırıq. Qalır 2, 8, 9-a. Təkilliklərin sayından bu qədər dəfə kiçikdir, bu qədər vahid kiçikdir. İndi çıxaq. Təkliklər də elə həmin ədəddir də. 2, 8, 9, A, B. Bunların deyir fərqi 2, 6, yəni bu qədər deyir kiçikdir. Fərqini yazırıq da 61. Ondan sonra deyir ki, həmən deyir onluqların sayı. Yəni bu 2, 8, 9, A onluqların sayı. Yüzlüklərin sayı axır 2 rəqəmi silirik. Qalır 289 sayından 2606 vahid çoxdur. İndi burada yenə məchul azalanı tapmaq üçün neynirəm? Çıxılandan fərqi toplayıram. Toplayanda, baxın elə üstündə toplayıram. Toplayanda verir 5, 9, 8, 2. Baxıram ki, 2, 8, 9 A ilə 2, 8, 9, 5 bir-birindən uyğundur. Yəni, buradakı A nəyə bərabərdir? 5-ə bərabərdir. Deməli, A 5-dir. Buradakı A da 5-dir, buradakı A da 5-dir. A 5 oldu, yazıram bura 5. A 5 olandan sonra yenə burada məchul azalanı tapmaq üçün neynirəm? Toplayıram. Bu hissəni toplayacağam. Bu hissəni toplayıram, yazıram toplama. Toplayanda verir 6, 5, 9, 8, 2. 2 düz yazdım da. Hə, düz yazdım. Sonra baxıram ki, burada 28, 95 B ilə 28, 95 6 eynidir. Yəni bizdə B nəyə bərabərdir? 6-ya bərabərdir. 5 ilə 6-nın da cəmi nəyi verir? 11-i verir. Təmizləyim, gələcəm. Sizi başa düşürəm. Mən belə yoruldum. Deməli, 42-ci suala baxırıq. Ədədində onluqların sayı yenə bir rəqəm çıxırıq. Olur. Gəlin cümlənin tərsinə gedək. Getməyə yazaq hamısında. 49 6x. Bir dənə rəqəm silirəm. Axırda y-ı silirəm. Çünki onluqların sayı deyəndə bir sıfır var. O bir sıfırı silirəm. Təkliklərin sayından 49 6x y. Bu qədər deyir kiçikdir, vahid azdır. Yəni 44, 6, 5 vahid azdır. Ondan sonra arxası da deyir ki, həmən deyir onluqların sayı 6x onluqların sayı. Yüzlüklərin sayından axır 2 rəqəm silirəm. Sayından 4466 vahid çoxdur. İndi neynirəm? Bu 2 dənə toplayıram birinci. 2x-i tapıram. Çünki yuxarıda 49 6x məchul azalanı tapmaq üçün çıxılanla fərqi toplamaq lazımdır. 2, 1 yadda, 5, 6, 9, 4. Baxıram ki, bu ədədlə 49 6x-lə 49 6 2 eynidir. Deməli, burada x nəyə bərabərdir? X 2-yə bərabərdir. Sonra arxasıca baxıram ki, x 2-dir. Deyirəm ki, hə, nə gözəl. X 2 olandan sonra x-in yerinə yazıram burada 2, yazıram burada 2. Yazdım. Ondan sonra yenə məchulu tapmaq üçün bu 2 dənəni toplayıram. Məchul çıxılanı tapmaq üçün toplayanda verir 7, 2, sonra 6, 9, 4 olur. Arxasıca da baxıram ki, burada 49 6 2 y-lə 49 6 2 7 eynidir. Deməli, y də uyğun olaraq 7-yə bərabərdir. Bizdə x, y cəmini soruşur, o da bizə verir 9-u. Təmizləyim, gələcəm. Deməli, bu ədəddə onluqların sayı, təkliklərin sayına, onluqların sayı dediyinə görə axır bir rəqəmi silirik. Olur 5, 7, 8, x. Təkliklərin sayından, yəni 5, 7, 8, x, y. Bu qədər deyir azdır. Çıxıram. Olur 52, 0, 53. Ondan sonra deyir ki, həmən o onluqların sayı 5, 7, 8, x. Yüzlüklərin sayından axırda bu dəfə 2 rəqəmi çıxıram. X, y-ı 578-dən nə qədər çoxdur? 5205 qədər çoxdur. İndi sarı ilə işarətlədiyim hissəni toplayıram ki, aşağını tapaq. Toplayıram. Olur 3, 8, 7, 5. Deməli, bizdə
5, 7, 8 x ilə 5, 7, 8, 3 uyğundur. Yəni x nəyə bərabərdir? 3-ə. X 3 öləndən sonra x-dır 3-dür, x 3-dür. Ondan sonra nə edirəm? Yenə tapmaq üçün, məchul azalını tapmaq üçün çıxılandan fərqi toplayıram. Deməli, olur 6, 8-dən 5 toplayırıq, 13 bir yadda, 8, 7, 5 olur. Sonra baxıb görürəm ki, 5, 7, 8, 3 y-lə 5, 7, 8, 3, 6 eynidir. Deməli, y nəyə bərabərdir? 6-ya bərabərdir. Y də bərabərdir 6, x 3, y 6 cəmi bizə nəyi verir? 9-u verir. Təmizləyib, izah edirəm. Ümid edirəm ki, artıq qəşəng öyrənmisiniz və bu dəfə düz yazacaqsınız. 5, 3, 6, 4 onluqların sayı 5, 3, 6, 4, x. Təkliklərin sayı 5, 3, 6, 4, x, y. Elə bu təklikdir də, heç nə pozmuram. Onluqların sayında bir dənə y-ı pozdum. Bir dənə 0 var idi deyə. Bunların deyir, bu qədər deyir, vahid azdır. Yəni 482, 786 qədər azdır. Sonra deyir, həmən onluqların sayı 5, 3, 6, 4, x. Yüzlüklərin sayından 2 dənə rəqəm çıxıram. Qalır, deməli, 48, 278. Bunlar deyir, bu qədər vahid çox olarsa. İndi yenə yuxarıda məchul çıxılanı tapmaq üçün toplamaq lazımdır. Toplayıram. Eləyir 2, 1 yadda. Deməli 4, 6, 3, 5 uyğundur. 5, 3, 6, 4 x-lə 5, 3, 6, 4, 2 uyğundur. Deməli x burada nəyə bərabərdir? 2-yə bərabərdir. Sonra ardıca da burada x2 olandan sonra deməli x2-dir, x2-dir. Neyinirəm? Toplayıram. 5, 3, 6, 4, 2 ilə bunları toplayıram. Toplayanda bizə verir 8, arxasıca 2, 4, 6, 3, 5-i verir. Sonra baxıb görürəm ki, burada 536, 4, 2 y-lə 536, 4, 2, 8 eynidir. Deməli, y də bərabərdir 8-ə. x2, y8 cəmləri də bizə verir 10. Hamısında cəmi soruşur da. Hə, bəzən hasil və s. soruşa bilər. Neçə onluq var deyir? Neçə onluq var deyəndə 10 ədədində neçədən 0 var? Bir dənə 0 var. Buradan bir dənə rəqəm silirik. Olur 458, 702, 630 dənə onluq var. 46-cı sual. Onluqların sayı təkliklərin sayından. Yenə gəldik bura. Elə sevindim ki, qurtardıq. Deməli, baxaq. Onluqların sayı təkliklərin sayından. Təkliklərin sayı elə özüdür. Təkliklərin sayı elə özüdür. 7, 3, 4, x, y. Sonra onluqlar da bir dənə y-ı səhv yazdım. Onluqlar da deyəndə bir dənə y silirəm, bir dənə 0 silirəm. Cavabda da deyir alınır 66, 135, 66. 5 vahid çoxdur deyir. Azdır, yəni də bu onluqların sayı təkliklərin sayından azdır. Sonra deyir ki, yüzlüklərin sayı deyəndə 2 dənə rəqəm silirik. Bu da verir bizə 66, 14. İndi toplayaq. 8, 4, 3, 7. Baxıram ki, 7, 3, 4 x-lə 7, 3, 4, 8 eynidir. Deməli, x nəyə bərabərdir? 8-ə bərabərdir. X 8 olandan sonra burada düzəldirəm. 8, 8. Ondan sonra yenə 7, 3, 48 ilə 66, 135-i toplayıram. Bunu da toplayanda bizə verir 3. Nəysə səhv yazmışam mən. 66, 14, 734. Nəsə alınmır deyəsən. 8, 4, 3, 7. Bu alındı. 7, 3, 48. Toplayanda 3, 1 yadda. Hə, alınır. Alınmır. 8 ilə 5 toplayırıq 13. 1 yadda. 7-nin 3'ü toplayırıq. 7 alınır 8. 4, 3, 7. 73, 48.
Düz karandaşla renkləmədim, qarışdırmayaq. 73 48 y. Burada da 73 48 3. Deməli bizdə y nə bərabərdir? 3-ə bərabərdir. Y3 x8 cəmi də bizə verir 11. Yəni başlatmışam, amma qurtum ki başla. Neçə milyonluq var deyir bizə? Milyonluq ədədi. Milyonluq soruşanda bizdən milyon ədədində neçə dənə sıfır var? 6 dənə sıfır, 6 dənə rəqəm silirəm. 6, 6, 5-i sildim. 1, 5, 2. 6 dənə rəqəm sildim. Qaldı 46, 54. Olur C variantı. Ədədində minliklər sinfinin rəqəmləri cəmi. Deməli, yazaq buranı təmizləyə yazaq. Bir yerdə təmizləyə, bir yerdə yazaq. Çalışacağım 50-də bitirim. Bilmirəm, amma artıra da bilərəm. Deməli, 56. Həm maraqlıdır, həm yorucudur. 74, 83, 67. Oturub işləmək asandır, amma belə dəndinə izah eləyirik deyə o biraz vaxt aparır. Minliklər sinfidir. Deməli, təkliklər sinfi, minliklər sinfi. Minliklər sinfinin rəqəmləri cəmi. Yazıram 7, üstə gələk 4, üstə gələk 8, verir 19. Ondan sonra ən kiçik 2 rəqəmli tək ədəddən, ən kiçik 2 rəqəmli tək ədəd hansıdır? 10-dur. Tək ədəddən də neçə vahid böyükdür? 9 vahid böyükdür. Sonra ədədində minliklərin sayı ilə minliklər mərtəbəsinin vahidlərin sayını fərqini yazaq. Deməli, köçürdürəm ədədi 78, 5, 94. Deməli, təkliklər mərtəbəsi budur, minliklər budur. Minliklərin sayı ilə minliklər mərtəbəsi, minliklərin sayıdır bizə lazım deyil. Minliklərin sayı deyəndə 1000 ədəddən neçə dənə sıfır var? 3 dənə sıfır var, 3 dənə rəqəm silirəm. Deməli, 78 dənə minlik var. Sonra bizə deyir ki, minliklər mərtəbəsinin vahidlərinin sayı. Deməli, minliklər mərtəbəsinin vahidlərinin sayı deyəndə təklik, deməli, bax, sayırıq. Təklik, onluq, yüzlük, minlik. Deməli, minliklər mərtəbəsinin vahidlərinin sayı neçə dənədir? 8 dənədir. Bunların fərqini bizdən soruşur. Cavab olur 70. Baxırıq 50-ci suala. Ədədində 7 rəqəminin vahidləri cəmi. Demişdik ki, vahidlərdə ancaq bir də ədədi köçürdüm. Ancaq 1 0 olmalıdır vahidlər deyəndə. 5 0 8. Deməli 1 7-dədir. 1 2 3, yəni 1000. Bir də buradakı 7-dədir. Arxa hissədə bir dənə rəqəm, yəni 10. Toplayanda bizə verir 10. 1010. Ya da nə edə bilərsiniz? Artıq hissələri silirsiniz. Sadəcə baxırsınız 7-lərə. Eləyirsiniz 0. 7-ləri də eləyirsiniz 1. Olur 1010. Hə, 7 axırdaymışım. Mən 8 səhv köçürmüşəm rəqəmi. Belədir. 7 axırdadır. Ona görə 1001 olur. D variant. Belə, bu qədər məncə bəsdir. Növbəti videoda da səslərini tamamlayaram. 2 mövzu olduğu üçün biraz yorucudur bizdə. Yuxarı siniflərdə natural ədədlər yorucudur. Buradan o tərəflər yavaş-yavaş öz axarında gedəcək. Hələlik videonu bəyənməyə, kanala abunə olmağı unutmayın. Növbəti izahlarda görüşənədək sağ olun.